Məlumatlarımız da olacaq. Bu istiqamətdə isə qida təhlükəsizliyi, belə deyək, qida mütəxəssisi yanımdadır. Ondan məlumatlar alacağam. Məsləhəti Hüseynova. Məsləhəti xanım, ümumiyyətlə uşaqların belə deyək, sağlamlığı öndədir, əsasdır və bu məhsul da çox tanınır. Bu məhsulun alternativi də nədir? Eyni zamanda bu bakteriya hansı təhlükələrə yol açır? Onlayn şəkildə alanlarsa nələrə diqqət etməlidir? Sizdən eşidək. Təşəkkür edirəm. Birinci növbədə bilmək lazımdır ki, uşaqlar özləri yüksək risk qrupuna aid olan kateqoriyaya aiddir və xüsusilə də süni qida ilə qidalanan uşaqların immun sistemi ana südü ilə qidalananlara nisbətən daha zəifdir. Ona görə onlar hər hansı keyfiyyətsiz məhsul, xarab olmuş məhsuldakı xırda miqdarda, az miqdarda toksik maddə bəzən onların həyatları üçün ciddi təhlükə törədə bilər və qeyd olunan bakteriya toksik təsirlidir və bu bakteriyanın ən önəmli cəhətlərindən biri odur ki, bu istiyə davamlıdır və xüsusilə qaynatma temperaturu, bəzən də qidanı hazırlayarkən istifadə olunan suyun temperaturu onun məhv olmasına imkan vermir və belə olan halda təbii ki, bu uşaqlarda mədə ağrısına, ürək bulanmaya, qusmaya, ishala gətirib çıxarda bilər. Eləcə də davamlı olaraq istifadə etdikdə daxili orqanların funksiyasının pozulması ilə nəticələnə bilər. Yaxşı olar ki, valideynlər uşaq qidaları alarkən mütləq dövlət nəzarətindən keçən yerlərdən alsınlar. Eləcə də bu məhsulların üzərində istehsalçı şirkətlə bağlı ətraflı məlumatın göstərilməsi ilə yanaşı həm tərkibi, həm də saxlama şəraiti uyğun olmalıdır. Bəzən olur ki, müəyyən topdan satış məntəqələrində rütubətli rejimdə və yaxud saxlama zamanı və daşınma zamanı temperatur rejiminə əməl etməsələr belə keyfiyyətli məhsul bəzən öz keyfiyyətini itirir. Eləcə də məhsulu alarkən mütləq qablaşmanın zədələnməməsinə, şişmiş olmamasına diqqət etməlidir və əgər hər hansı kiçik bir zədə varsa, bu keyfiyyətli məhsulun da artıq tərkibinin xarab olmasını göstərir. Ona görə valideynlər mütləq bu məqamlara diqqət etsinlər və evdə də saxlayarkən temperatur rejiminin yuxarı olmamasına diqqət etsinlər. Və ən önəmli məsələ bəzən olur ki, uşaq qidalarının üzərində qeyd olunur ki, tutaq ki, 6 aya qədər rəf ömrü var. Ancaq açıldıqdan sonra 2-3 həftə ərzində hər biri özünə görə dəyişir. Bu müddətə də diqqət etsinlər. Digər alternativ olaraq qidanı necə, belə deyək, hansı məhsulla dəyişmək olar və digər istiqamətdə də məlumat elə sizdən alaq ki, bu təhlükənin yaşanmaması üçün daha hansı qaydalara əməl etməlidirlər? Çox qısa olaraq. Ümumiyyətlə, qidanın dəyişməsi mütləq şəkildə pediatr nəzarəti ilə olmalıdır. Çünki burada fərdi həssas yanaşma önəmlidir. Çünki bir çox insanlarda hələ həzm sistemi tam formalaşmadığına görə keyfiyyətli məhsul belə bəzən allergiyaya səbəb ola bilər. Ona görə mütləq onun fərdi xüsusiyyətləri nəzərə alınaraq ölkəmizdə keyfiyyətli məhsulların seçiminə üst tuta bilərlər. Aydındır, təşəkkür eləyirəm sizə. Bəli, Çinarə artıq